Salam, video dərsimizə xoş gəldiniz. Bu video izahımızda sertifikasiyadan ikinci şansı hazırlaşan müəllimlər üçün ümumi bir sınavın suallarını izah edəcəyik. Bilirsiniz ki, imtahanın vaxtına bir ay qalıb, yəni iyunun 20-si nəzərdə tutulur. Ona görə biz fərdi dərslərə start veririk. Dərslərimiz həm əyani, həm də onlayn şəkildə keçirilir. Dərslərimizdə iştirak etmək istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. İndi isə keçək sualları izah edək. Birinci sualda deyilir ki, bir üzünün diaqonalı 3,2 sm olan kubun həcmini tapın. Bir dənə buradan kub çəkək. Kub 6 dənə kvadratdan ibarətdir və bütün tilləri də bərabərdir. Kubun bir üzünün diaqonalı deyəndə fərqi yoxdur. Üst üzünün oldu, yan üzünün oldu, oturacağın üzünün oldu, fərqi yoxdur. Onsuz da bütün üzlər bərabərdir, yəni kvadratdır. Bütün diaqonallar da bərabərdir, yəni üzlərin diaqonalları. Mən üst üzdən çəkirəm, baxın. Baxın, buradan bura bir diaqonal çəkirəm. Bu diaqonal 3,2-dir. Bu fiqur, baxın, işarə elədiyim fiqur kvadratdır. Kvadratın diaqonalı 3,2-si, onda tərəfləri 3 olmalıdır. Kvadratın tərəfi həm də kubun tilidir. Kubun da bütün tilləri bərabərdir. Onda bu til 3-dürsə, baxın, bu til də 3-dür, bu til də 3-dür. Yəni, uzun tili də 3-dür, en tili də 3-dür, yan tili, buna hündürlük də tili deyirlər. Yəni, bütün tillər 3, hamısı, oturacaq, yan hamısı 3-dür. Kubun həcminin düsturu A kubudur. A qaydada biz qeyd edilirdi. Yəni, bütün tillərin A qəbul edilirdi. Onda bunun həcmi olurdu A-nın kubu. İndi A-nın qiyməti burada 3 oldu. Onda 3-ün kubu olacaq 27. Cavab C-bəndir. İkinci sual. Buna bir A deyirik və bunun hər tərəfin kuba yüksəldirik. Çünki 2-nin kubu 8 olmalıdır. Ona görə kuba yüksəldirik. A plus B-nin kubunu, yəni bilən bunu başa düşəcək. Birincinin kubu olur 8x plus, mən ardıcıl yazıram, ikincinin kubunu yazıram. O da 8-in üstü mənfi x olur. Plus 3 vur birincinin kvadratı vur ikinci. Yəni 3 vur 2 üstü 2x vurulsun 2 üstü mənfi x. Plus 3 vur birinci, bir də ikincinin kvadratı. 3 vur 2 üstü x, bu da 2 üstü mənfi 2x. Bərabərdir A-nın kubuna. Buradan 8x plus 8 üstü mənfi x-i yazıram. Plus 3 vur. Buranda üstlər toplanır. 2x-dən də bu x-i çıxırsan mənfidə, ona görə çıxırıq. Olur 2 üstü x plus 3 vur. Burada da elə çıxanda 2 üstü mənfi x qalır. Bərabərdir A kub. 8 üstü x plus 8 üstü mənfi x plus 3 ortaq qrubudur. Mörtəzə xaricinə çıxardıram. Alır 2 üstü x plus 2 üstü mənfi x bərabərdir A kub. Baxın, bunun qiymətini verir burada 18. Yerinə 18 yazıram, 3 vur. Bax, bu ifadəyə də mən A demişdim. Burada yazıram 3 vurulsun A. 3A bərabərdir A kub. Burada 0-a bərabərdir A kub. Çıx 3A, çıx 18 bərabər 0. Üstərəcəli təmlidir, biz bunu qruplaşdırmalıyıq. A kub çıxılsın 3A. Bu 18-i yazıram. Çıx 27 plus 9 şəklində. A kubla 27-ni qruplaşdıracam. A kub minus 3-ün kubu. Minus 3A plus 9 bərabər 0. Bu da A kub çıx B kubun vuruqlarıdır. Yəni vuruqları ayıracam. A minus 3. A-nın kvadratı plus 3A plus 9. Buradan da mənfi 3-ü çıxardanda A plus minus 3 olur. Çünki mənfiyə vuranda bura müsbət verməlidir. Bərabər 0. Ortaq vuruq A minus 3-dür. A-nın kvadratı plus 3A plus 9 çıxılsın 3 bərabərdir 0. Hasilin 0 olma şərtidir. Bu vuruqları tək-tək 0-a bərabər edirəm. Bu oldu 3. Bunda 0-a bərabərləndə A kvadrat plus 3A 9-dan da 2 çıxanda plus 6 bərabər 0. Diskriminant bərabərdir. 3-ün kvadratı 9 çıxılsın 4 vurulsun 1, o da 6, 24. Mənfi 15 olur. Diskriminant mənfi olduğu üçün bu tənliyin həlli yoxdur. Deməli, cavab oldu 3. Çünki mən bu ifadəyə A demişdim, A-nı tapdım 3. Bizdən də bu ifadəni soruşurdu, ona görə cavab oldu 3. Bu şifahi sualdır. Y-Z müstəvisi deyəndə x-in adı çəkilmir, x 0 olmalıdır. Çünki fəzadan söhbət gedir. Tutaq ki, bu Y oxudur, bu Z-dir, bu da absisdir, bu da fəzanın koordinat başlanğıcı O. Söhbət 3 üzvdən gedir. 1, 2, 3.
Bəzən bunu O, Y, Z də deyir. Yəni o burada fəzanın koordinat başlanğıcı. Deməli x sıfıra getməlidir. Həmin Y-Z müstəvisi baxın bu şəkildə düşməlidir. Yəni nöqtə buralara düşməlidir. Ona görə bu sıfıra gedəndə baxın bu silinir. Bu şəkildə qalır. Deməli x-i sıfır olmalıdır. Bunu yadda saxlayın. Hansının adı çəkilmirsə o sıfırdır. Adı çəkilənlər isə sıfırdan fərqli olur. Ya mənfi ya da müsbət. Bu x-in qiymətidir. Yəni bu x-dir, absis, bu ordinatdır. Bu da aplikatdır, z-in qiyməti. Bu deyil, bu da deyil, bu da deyil. Çünki x sıfır olmalıdır. Bu da deyil. Cavab oldu deməlidir. Müstəvil 30 dərəcə budan əmələ gətirən mail. Bir dənə müstəvi çəkirik. Maili çəkdik bu şəkildə. Bu maildir, bu da mailin proyeksiyasıdır. Müstəvi ilə 30 dərəcə əmələ gətirəndə baxın bu şəkili çəkin. Mailin uzunluğu verib. Mailin uzunluğu deyəndə yəni hipotenuzun uzunluğudur. Bu 30-dır, bu 90, burada 60-dır, 30-60 qayda. 30 dərəcədə bizə qarşı katet hipotenuzun yarısıdır. 4 kök 3. 60-ın da qarşısı digər katetin kök 3 mislidir. 4 kök 3-ü də kökçə vuranda 12 olur. Deyir, onun müstəvi üzərindəki proyeksiyasına. Onun deyəndə, yəni mailin müstəvi üzərindəki proyeksiyasını tapın. Cavab oldu 12. Bunu iki cür yazmaq olar. Toplayıb, bunu çıxıb, sonra qiymətləri vura bilərsiniz. Bir də bunları qoşmadır. A kvadrat çıxıb B kvadrat şəklində yazıb yaza bilərsiniz. Mən bir üsuldan istifadə edirəm vaxt baxımından. Deməli, bu x1-dir, bu y1-dir, bu x2-dir, bu da y2-dir. Toplananda nə olurdu? x1 ilə x2 toplanırdı, y1 ilə y2. Bunda buradan 2 ilə mənfi 3-ü toplayacağım. Mənfi 1 nöqtəli vergül. 3 ilə də 2-ni toplayanda 5. Buranı tapdım. Vurulsun. İndi çıxmasını yazırım. Çıxanda da yeni şeydir. x1-dən x2-ni çıxıram, y1-dən y2 çıxıram. Yəni 2-dən mənfi 3 çıxanda dəyir ora mənfi müsbət olur. 5. 3-dən də 2 çıxanda 1. Vurma prinsipində də x1-i x2-yə vururdum və toplayırdım. Y1-i y2-yə vururdum. Bu da əks ədədlərdir. Cavab olur 0. Burada hamısının 6 əsasından qayda var. Loqaritma əsasından B. Əsasla loqaritma 6 ifadənin yerini dəyişəndə tərsi olur. 1 böl loqaritma B əsasından A olur. Bu düsturdan istifadə edirəm. İndi burada 3 ilə 6-nın yerini dəyişirəm. Eyni ilə burada 12 ilə 6-nı, bir də 36-nın 6-nı. Deməli bunu yazıram. Loqaritma 6 əsasından 3. Bunu yazıram loqaritma 6 əsasından 12. Bunu yazıram loqaritma 6 əsasından 36. Yəni hamısının 6 əsasına gətirməliyəm. Bax belə. Bu da vurmadır. Çünki toplama olanda vurma yazırlar. Hamısında da loqaritmanın əsası eynidir. Yəni 6 əsasındandır. 3 vur 12 vur 36. 36 vur 36 eləməkdir. Deməkdir. 36-nın kvadratı yazıram. Bu da loqaritma 6 əsasından. 36-nın kvadratını yazıram. 6-nın kvadratı və bir dənə də üstdə 2 vardı. Bu da olur loqaritma 6 əsasından. 2 vurulur bir-birinə olur. 6 üstü 4. Bu 4 keçir qarşıya. Loqaritma 6 əsasından 6. Burada 4 vurulsundur. Loqaritma A əsasından A 1-ə bərabərdir. Onda bu 1-dir. 4-ü də vuracam 1-ə, eləyəcək 4. Cavab deməlidir. Burada əsaslar müxtəlifdir, qüvvətlər eynidir. Ona görə bunu bu şəkildə yazırıq. 2 plus i, 2 minus i, ümumi üstü 4. Bu da qoşmadır. 2 2-yə vurulur 4. Yeni də mənfiyə vuranda mənfi i kvadrat olur, üstü 4. i kvadratın qiyməti hazır mənfi 1-dir. Yəni bu mənfi 1-dir, bu da dəyəndə nə olur? 4 ilə 1 toplanır, 5 olur. 5 üstü 4, o da eləyir 625. A bəndi. Burada bu 2 üstü x minus y olduğu kimi yazıram. 256 2 üstü 8-dir. Əsaslar eyni olduğu üçün atılır. Qüvvətləri bərabərləşdirirəm. X çıxı y bərabərdir 8-ə. Buradan da x y çıxardıram örtəzə xaricdə. X çıxı y bərabərdir mənfi 96-ya. X y 8 tapmışdım. Bura 8 qoyuram. Yəni olur 8 vurulsun. X y bərabərdir mənfi 96. Buradan da x y bərabərdir. Bunu da böləndə olur mənfi 12. Cavab oldu mənfi 12. Üstü bərabərsizdir. Bu 0.5-ə yazıram 2-də 1-in üstü. 2-də 1-in üstü. X minus x-in kvadratı 2 bərabərdir. 4-ü də yazıram 2-də 1-in üstü mənfi 2. 2-də 1-in üstü mənfi 2 4 edir. Tərsinə çevriləndə 4 edir. Əsaslar eynidir.
Bu əsaslar atılacaq. Bir də diqqətli olun. Əsas 0 ilə 1 arasında olanda, yəni 2-də 1 0 ilə 1 arasında. Bərabərsin işarəsi dəyişir. Çünki azalan funksiyaya bölürsən. 0 ilə 1, 2, 0 ilə 1 arası azalan funksiyadır. Burada yazıram x çıxılsın x kvadrat. İşarəni dəyişdim. -2. Bunu da belə yazıram. -x kvadrat plus x. 2-ni keçirtdim bu tərəfə. Böyük bərabər 0. Hər tərəfi mənfiyə vuranda x kvadrat çıxılsın x çıxılsın 2. Mənfiyə vuranda işarəni dəyişməlisiniz. Diskriminant bərabərdir. Kökləri vietlə, diskriminantla hər ikisindən tapa bilərəm. Mən diskriminantla yazıram. 1 plus 8 bərabər 9. x1 bərabərdir. 1 plus 3 bölü 2. Bu 2 elədi. x2 bərabərdir. 1 çıx 3 bölü 2. Bu da -1. Vurgular şəklində yazıram. Yəni köklərdir. Bərabərsiz olduğu üçün vurgular şəklində. Burada mənfi olduğu üçün bura bu şəkildə olur. Kiçik bərabər 0. -1. Bu da 2. Daxildir. Bax, bu şəkildə növbələşmə müsbət, mənfi, müsbət olur. Kiçik bərabər 0 olsa mənfi hissə götürülür. Deməli, cavab oldu -1, qapalı mötəzədə, yəni daxildir. Bu da 2. Sualda nə deyirdi? Tam əllərin cəmini tapın. Deməli, -1-in özünü aldı, sonra burada 0 var, sonra 1 var, bir də 2 var. Tam əllərin cəmi deyəndə bunları toplayanda 0-a gedir, getdi. Cavab qaldı 2. Hansı ifadənin mənası var? Loqaritma A əsasından x mənası olması üçün x 0-dan böyük olmalıdır. Yəni təyin oblastı deyirlər buna. Mənası olmaq elə təyin oblastı deməkdir. Loqaritma 6 0-dan böyük olmalıdır. Nisbətlərdə təyin olmalıdır. Burada rübləri bilmək lazımdır. Bu 0 dərəcədir. Bu 90 dərəcədir. 180 dərəcə, 270, bu da 360. Kotangis birinci rüb müsbətdir, ikinci rüb mənfidir, üçüncü rüb müsbət, dördüncü rüb mənfi. 237. 237 180-i keçib 270-ə çatmayıb. Deməli, üçüncü rübdür, üçüncü rübdə müsbətdir. Baxın, bura böyüdür 0 verdi. Deməli, bunun mənası var. Görürsən, bu loqaritmin altı ifadə x-in yerində budur. Bunun mənası var, bu getdi. Tangislə kotangisin rübləri eynidir. Elə tangis 230-da 3-cü rübdür. Bu da böyüdür 0. Bunun da mənası var. Bu da getdi. Kosinüs. Kosinusun rüblərini bilməsi. Birinci rüb müsbət, ikinci rüb mənfi, mənfi müsbət. 357 270-dən 360-adır. Müsbətdir. Yəni, bura müsbətdir. Bunun da mənası var. Bu da getdi. Sinüs 127 ikinci rübdür. Müsbət mənfi. Yox, müsbət. İkinci rübdür, yəni 90-dan çox 180-a çatmır. İkinci rüb müsbətdir. Yəni bu da böyüdü 0, müsbət oldu. Tangis 325 buradan göstərmişdim. 325 baxın, 270-dən çox 360-a çatmır. Dördüncü rübdür. Elə kotangis, tangis fərqi yoxdur. İkisi də eyni rüblərdir. Yəni rüblərdə dördüncü rübdə ikisi də mənfidir. Ona görə bu ifadə mənfi oldu, yəni kiçikdir 0 oldu. Biz demişdik, böyüdür 0 olmalıdır. Bu mənasızdır, yəni mənası olmadı. Cavab oldu, Y bəndi. Bu şifahidir. 2 düz xət kəsişəndə alfa 0-dan 90 arası olur. Deməli, iti bucaq 1 doğrudur, kör bucağı getdi. İti bucaq doğrudur, iti bucaq doğrudur, bu da kör bucaqdır. 1, 3, 4. Təyin oblastı. Cüt dərəcəli köklərin təyin oblastını deyəndə kök altı ifadəni böyük bərabər 0 götürürsən. Yəni mənfi olmayan qiymətlər. Bunda bu ifadəni 2-də 1 üstü x çıxılsın 3-də 1 üstü x böyük bərabər 0 götürəcəyim. Burada yazıram 2-də 1 üstü x böyük bərabərdir. Sağ tərəfə keçirdəndə müsbət olur. Və hər tərəfi 2-də 1 üstü x-ə bölürəm. 2-də 1 üstü x bölürəm 2-də 1 üstü x. Fərqi yoxdur, 3-də 1 üstü x-ə də bölə bilərdim. Yəni ikisindən birini istifadə edirəm. Böyük bərabərdir. 3-də 1 üstü x, bu da 2-də 1 üstü x. Bu 1 eləyir. Böyük bərabərdir. 3-də 1 üstü də bu deməkdir də. Bölürsən 2-də 1-ə. Əsaslar müxtəlifdir, qüvvətlər eynidir. Bir eyni qüvvətdən yazıram. Böləndə də tərsinə çevirib vurulur, 3-də 2 olur. 3-də 2-nin üstü x. Bunu da fırladaq. 3-də 2-nin üstü x, kiçik bərabərdir 1 yazıram. 1-i də belə yazırlar. 3-də 2 üstü 0. Çünki 3-də 2-nin üstü 0, 1 eləyir. Azalan funksiyadır. Çünki niyə? Əsas 0-dan 1 arasındadır. Ona görə əsas 0-dan 1 olanda bərabərsin işarəsi dəyişəcək. Yəni azalan funksiya bölürsən. Əsaslar atılır. Qüvvətlər bu şəkildə olur. X böyük bərabərdir 0. Bunun da həlli 0, nöqtəli vergül, müsbət sonsuzluq. Nə soruşurdu? Elə təyin oblastını soruşurdu. B bəndi. Kosinüs cüt dərəcə olduğu üçün qiymətlər çoxluğu 0-dan 1-dir. Tək dərəcə olsaydı, yəni üstü burada 2 olmasaydı, 1 olanda yazmırlar da, kosinüs x olsaydı, fərqi yoxdur burada, x oldu, 3x oldu, 5x oldu, bucaq çaşdırmasın. Əsas dərəcəyə baxın.
Tək dərəcələrdə 0, mənfi 1-dən 1 verirsən, cüt dərəcələr 0, 1. İndi cüt dərəcə olduğu üçün 4 çıxılsın 3 vurulsun 0, belə 4 elədi. 4 çıxılsın 3 vur 1, bu da 1 elədi. Deməli, qiymətlər çoxluğu kiçikdən böyüyə yazılır. 1 vur 4. Qiymətlər əkiqə, əbiqi, cəmin soruşur 5. Y bəndi. Bu tənlidir. Burada bucağı biraz mürəkkəb verib. Yəni, kosinüs x bərabərdir A tənliyi bilməlisiniz. A da böyüdür sıfırlar üçün. Çünki, baxın, kosinüs 2x çıxılsın 20 dərəcə. 1-i 2-dəyə böləndə 2-də 1 olur. Burada 2-də 1 müsbətdir. Müsbətlər üçün düsturu belə idi. X bərabərdir plus minus arc kosinus həmin o A. Yəni, burada tənliyin düsturun, yəni trigonometrik tənliyin düsturunu bilməlisiniz və kosinüsün. Kosinüs A plus dövrü də 2 pidir. Bu da K şərtidir də. K daxildir. Z-də yazılır. Bax belə. Burada düsturunda burada bax görsəm x-in yerində mürəkkəb bucağı verir. Ona yazıram 2x çıxılsın 20 dərəcə bərabərdir arc kosinus 2-də 1 verib A-nın yerində də gördünüz. Burada 2-də 1'dir. Plus 2 pi K. Buradan da 2x çıx 20 dərəcə. Arc kosinus 2-də 1 yəni demək istəyir ki, kosinus 2-də 1 harda alır? 60 dərəcədə. Dərəcə ilə yazıram. Pi bölü 3 yazmalıydım. Amma burada radiana ehtiyac yoxdur, çünki dərəcə ilə verilir. 60 dərəcə. Plus, elə bunu da 2 pi, yəni 360 deməkdə, pi 180. 360 K yazıram. Burada da plus minus. Deməli, 2 dənə kök var. Biri müsbət, biri mənfi. Çünki kosinus cüt funksiyadır. Müsbətlə mənfisi ilə eyni qiymətdir. Yazıram 2x çıxılsın 20 bərabərdir 60 dərəcə plus 360 K. Obrusunu da yazıram 2x çıxılsın 20 dərəcə, bu dərəcə idi. Mənfi 60 dərəcə plus 360 K. Buradan 2x bərabərdir, sağa keçəndə toplanır 80 dərəcə, yəni 80 dərəcə olur, plus 360 K. Hər tərəfi 2-yə bölürəm, 2-yə böldüm, çünki x-i tapıram mən. 40 dərəcə, üstə gəl 180 dərəcə, bu da K. Buradan da 2x bərabərdir, sağa keçəndə mənfi 40 dərəcə, 360 dərəcə K. Hər tərəfi 2-yə bölürəm. Deməli, bu oldu x bərabərdir, mənfi 20 dərəcə, plus 180 dərəcə K. Belə şərtdə nədir? Tənliyin ən kiçik müsbət kökü. Tənliyin ən kiçik müsbət kökü deyəndə K-ya 0 verilir. K tam ədəddir də. Yəni, bayaq yazdım. K daxildir Z. Z də tam ədədlər çoxluğudur. Bunu yadda saxlayın. Tənliyin ən kiçik müsbət kökü deyəndə K-ya 0 verilir. K-ya 0 verəndə, baxın, bu 0'dır da. Bu 0'ı 180'də vuranda bu getdi. Qaldı 40 dərəcə. Cavab elə bu olacaq. Ən kiçik müsbət kök 40'dır. K-ya burada 1, 2, 3, 4 verəndə bu müsbət köklər böyüyür. Burada axtarmağa dəyməz. Çünki K-ya 0 versən bu getdi. Bu mənfi 20 dərəcə oldu. Burada mənfi köklər yaranır. Buna ehtiyac yoxdur. Bizdən müsbət kökü soruşuldu. Özü də ən kiçiyi. Cavab oldu 40 dərəcə. Çevrənin tənliyi x minus a-nın kvadratı plus y minus b-nin kvadratı bərabərdir r-in kvadratı. Bu şəkildə salmalıyıq. Buradan yazıram x kvadrat. Bunu da yazıram y minus 4'ün kvadratı. Açanda bu 16 var burada. Özümdən çıx 16 yazmalıyam. Bərabərdir 9. X-in kvadratı plus y minus 4'ün kvadratı. Sağa keçəndə 25. Radiusun görürsünüz qiymətinə baxın. R kvadrat. Həmin R kvadrat 25'dir. Deməli kvadrat 25 isə radius 5'dir. Çevrənin radiusunu soruşuldu. Cavab oldu 5. 5 var da burada, bəli, A bəndi. Törəmə. Törəməni bilən başa düşəcək. Fx törəmə bərabərdir. Yəni, buranın törəməsini tapırsan da. Bu keçir qabağa 3, 4'ə dəyir 12x kvadrat bir dənə çıxırlar. Kosinüsün törəməsi mənfi sinüs x, sabitin törəməsi 0'a gedir, yazmıram. Mənfi, yox, 12x kvadrat çıxılsın sinüs x. B bəndi. Konusun hündürlüyü və oturacağının diametri 2 dəfə artırılırsa onun həcmini tapın. Belə məsələlərdə hündürlüyü 1 seçin, diametri də 2 seçin. Bax, bu konusdur. Bu konusun hündürlüyüdür. Burada oturacağının mərkəzidir. Bura radiusdur. Radius nədir? Buradan bura, bir də buradan buradır. Bu dairədir də. Fərqi yoxdur, çevri olsun, dairə olsun. Diametri 2 r-dir. Ona görə d-ni 2 seçdim. Burada radiusun neçə olacaq? 1 olacaq. Yəni, radius 1 oldu. Bura 1, 1 olur da.
Növbəti şərtə qulaq asıram. Deyir, hündürlüyü və diametri 2 dəfə artırdım. Hündürlüyü 1 seçmişdim, 2 dəfə artıranda nə olur? 2 olur. Diametri 2 seçmişdim, 2 dəfə artıranda 4 olur. Onda bunun radiusu olur 2. Həcmin düsturu V bərabərdir 3/1 S oturacaq vur H. S oturacaq da dairədir. Dairənin sahəsi pi kvadratdır. Vur H. 3/1 pi R 1 idi. Baxın 1 idi. 1'in kvadratını yazmıram, elə 1 elir. H da 1 idi, yazmıram. Usta bu ifadələr 1'i 1'ə vuranda 1 elir də, yazmır. Nəysə göstərdim buradan. Bu oldu pi bölü 3. İndi keçək növbəti. Yenə həmin düsturu yazıram. 3/1 pi R kvadrat vur H. Pi vur R. R 2'dir. 2'nin kvadratı 4 olur. H da 2'dir. Olur 8 pi böl 3. Deməli soruşur ki, həcm necə dəyişər? Həcm böyüdü. Pi böl 3 böyüdü. Gəldi 8 pi böl 3'ə çıxdı. Neçə dəfə böyüdüyünü tapmaq üçün bunu buna bölürsən. 8 böl pini bölürsən pi böl 3'ə. Bu da yerin dəyişəndə tərsinə vurulanda məxrəclə sürət yerini dəyişir. Pi 3'lər getdi, pilər getdi. Cavab 8 qaldı. 8 dəfə artdı. Bu azalar yazıb. Cavab oldu Y bəndi. Bu tip funksiyalarda vurub açın, sadələşdirin, yəni standart şəkildə gətirin, sonra törəməni tapın. Fx bərabərdir. X-i vurdum x-ə, yəni bunu buna vurdum x kvadrat, sonra vurdum bura plus 3x, mənfi vurdum bura mənfi 4x, mənfi 4'ə vuranda 3'ə, mənfi 12. Çıxmadı bu. Mənfi 12 elir. Buradan da x kvadrat, bunları da hesablayanda mənfi x, çıx 12. Törəmədə mənfi 1'i qoyun. Baxın, bu x-in qiymətidir. Yazıram, f törəmə mənfi 1. Törəmənin nəticəsi bay. 3x-dən də bunu çıxdım. X. Hə. 12'nin törəməsi. Bu sabitin törəməsi 0'a gedir. Getdi. Deməli, budur törəmənin nəticəsi. Onda yerinə qoyaq. X-in yerinə x kvadrat çıx x-dir da, yerinə mənfi 1'in kvadratı çıx 1 yazıram. Bu da mənfi 1'dir. Bunu düz vurduq. X kvadrat üstə gəlirsin. 3x çıx 4x çıx 12. Bu da x kvadrat çıx x. Bəli. Bunu da törəməsini tapmalı. Hə, törəməni tapmamışım mən burada. Mən elə funksiyanı standart şəkilə gətirdim. Çıx 12 idi, oldu x-in kvadratı çıx x. İndi törəməni tapaq. F törəmə x bərabərdir. X kvadratı çıx x-in törəməsini tapaq. Bu 2x çıxılsın 1 eləyir. İndi törəmədə mənfi 1'i yerinə qoyaq. X-in yerinə mənfi 1. 2 vurulsun mənfi 1, çıxılsın 1. Mənfi 2 çıx 1. O da mənfi 3. Cavab Y bəndi. İntegraldır. İntegralın sərhədləri baxın. Bu x-in qiyməti 2'dir. Bu da x-in qiyməti 6'dır. Deməli, integralın sərhədi 2'dən böyüyər. 2'dən 6'ya funksiyamızda 1 bölü x-dir. 1 bölü x dx. İptal funksiyanı tapmalıyıq. Bərabərdir 2'dən 6'ya. 1 bölü x iptal funksiyası ln x-dir. Yəni 1 bölü x-in ln x-in törəməsi 1 bölü x elirdi. 1 bölü x. 1 bölü x-in də iptal funksiyası ln x elir. Yəni iptal funksiya ilə törəmə tərsdir də. Törəmə diferensiyallamadır, iptal funksiyada integrallama. ln x oldu. Newton-Leibniz düsturu var. Belə idi. A'dan B'yə fx funksiyası, yəni fx funksiyası dx. İptal funksiyanı tapırdım. Böyük f iptal funksiyadır. Yuxarı sərhəddə qoyurdum, çıxırdım, aşağı sərhəddə qoyurdum. Bax belə. X də daxil idi. A'dan B'yə nöqtəli vergül. Yəni x-in qiymətləri, sərhədlərdir. 2'dən 6'ya ln x. Yəni bunun iptal funksiyası ln x-dir. Düsturu bilmək lazımdır. Yəni burada iptal funksiyanı bilmək lazımdır. İndi fb çıx fa. Yəni sərhədləri qoyacağım. Ln x deyil, 6 çıx ln 2. Çıxmada da bölmə olurdu da, loqaritmanın düsturudur. 6'nı 2'yə bölürsəm ln 3 olur. Loqaritma asasından x çıxılsın loqaritma asasından y olur. Loqaritma asasından çıxmada bölmə olurdu. X-i bölürdüm y-ə, x böyü 0, y böyüdü 0 təyin olmazları. İndi burada ədəddir, dəyişən yoxdur, ona görə məlumdur ki 6, 2, ikisi də böyüdü də 0-dır. Deməli cavab oldu ln 3. Qaydaları bilmək lazımdır burada. Yəni düsturları.
İptidai funksiyanı. Sonra Newton-Lewis düsturun. A üstü x bölü 0, x'in bütün qiymətlərində, yəni mənfi müsbət sonsuzluğunda. Ona görə bax bu ifadə həmişə x-in bütün qiymətlərində bir də 2-dən başqa müsbətdir. Çünki 2-ni qoyanda 0-a çevrilir bu. Onsuz da 3 üstü 5 bölünsün 0 yenə 0 olacaq. 3 0 1 olur. Yəni x-in bütün qiymətlərində bu müsbətdir, amma məxrəc fərqlidir, 0 olmalıdır. Çünki kəsr ifadədir. Məxrəcin mənası olması üçün x minus 2-ni 0-dan fərqli yazanda olur x fərqlidir ki, bunu nəzərdə saxlayın mütləq. Deməli, üst, yəni kəsrin sürəti müsbətdir. Bunda məxrəc mənfi olmalı ki, müsbəti bu kəsr bölünmədir. Mənfiyə böləndə ümumi mənfi versin ki, 0-dan kiçik olsun. Deməli, buna görə mən məxrəci araşdırdım. Yazıram x çıxılsın 7, deməli mənfi araşdırdım da, kiçik 0. Bir də bu, bax bu şərti, məxrəc 0-dan fərqli şərti təyin olmasıdır. Bunu qoşuram, buna sistem edirəm. Kəsişməni tapıram da, ortaq çoxluq. 7, bu da fərqlidir 2. Ədəd oxu çəkirəm, kiçikdən böyüyə. 7-dən kiçikdir, mənfi sonsuzluğa gedir. Bu 3 mənfi sonsuzluqdur. Bu da həm 2-dən mənfi sonsuzluqadır, həm də 2-dən müsbət sonsuzluğa. Deməli, kəsişmə nə oldu? Bura, bir də bura. Mənfi sonsuzluqdan 2-yə birləşsin, 2-dən 7-yə almır. Çünki daxil deyil nöqtələr. Cavab burada bu PDF-də səhv gedib 2 olmalıdır. A bəndi. Yan tərəfi 5 olan trapesiya çəkək bir dənə. Bərabər yanlı trapesiyadirsə, yan tərəflər bərabər olmalıdır. 5 5. Oturacaq kiçik 4-dür, böyüyü də 12-dür. Trapesiyanın sahəsi nə idi? Oturacaqları toplayıb hündürlüyə vururdum. Oturacağın biri 4-dür, biri də 12-dir. Toplayanda 4 plus 12 bölü 2 vur h. H-ı tapacam buradan. Birbaşa bunu elə belə yazıram da. 4 12 topladım, 16 böldüm 2-yə 8. 8 vur h. H-ı tapmaq üçün hündürlüyə atıram buradan. Buradan da hündürlüyə atıram. Bura, baxın, bu hissəyə bərabərdir, bərabər yanlı trapesiyada. Burada da oturacaqların fərqini yazılır. 12-dən 4-ü çıxıram 8, 2-yə bölünəm 4. Bu da düzbucaqlı tutaqdır. Katet 4 isə hipotenuz 5 isə Pifagora görə 3-dür hündürlük. Yəni bu katet 3 oldu da. Bunda 8 vur 3, o da bərabərdir 24. Cavab B. Bu koşu bərabərsizlidir. A üstə gəl 1 bölü A, A bölü 0 şərti üçün. Böyük bərabərdir 2 kök altında A vurulsun 1 bölü A. Buradan da 2, bunlar gedirdi. Kökdə birdən 1 çıxırdı. Deməli, bunun qiymətlər çoxluğu 2 müsbət sonsuzluq olurdu. Əkisi 2 idi. İndi burada A-nın B-nin yerinə 3A, bir də 12 yazılır. Usta A müsbətdir də, burada müsbətdir. 12 böl burada müsbət. Bu ifadə müsbət qiymət almalıdır. İndi bunu yazıram. Ədədlə ədədin tərsinin cəmidir bu. 3A plus 12 bölünsün A böyük bərabərdir. 2 kök altında 3A 12 böl A. Bu da böyük bərabərdir. Alar ixtisar getdi. 3'ü 12'ye vurdum 36. 36'dan da 6 çıxdı. 2'ye vurdum. Elədi 12. Deməli, bunun qiymətlər çoxluğu 12 müsbət sonsuzluqdur. Əkigini soruşur. Eləyir 12. Qaydaları, düsturları bilsəniz başa düşəcəksiniz. Romb. Rombun tərəfləri, biz demişdik, bütün tərəfləri bərabər olan paraleqramdır. Burada iti bucaq alfadır. Düstur belə idi. S bərabərdir A kvadrat sinus alfa. İndi rombun kör bucağın 150 verib. Kör bucaq 150-dirsə, iti bucaqda məlumdur ki, 30 dərəcə olacaq. Yəni, 180-dan çıxırsan 150-ni. 30 dərəcə. Həmişə iti bucaqla işləyib. A da tərəf idi, 10 verib. Tərəflər 10'dur. Yəni 10, 10'dur. Onsuz da öyrlər də 10'dur. İndi düstur belədir. Tərəfin kvadratı, yəni 10'un kvadratı vur sinus alfada iti bucaqda 30 dərəcə. O da bərabərdir 100 vur sinus 32'də 1'dir. İxtisar gedir olur 50. Cavab Y bəndi. Funksiyanın azalma aralığı. Azalma aralığı deyəndə törəməni kiçik bərabər 0 edirlər. Artma deyəndə böyük bərabər 0. Törəməni tapaq. Bunun törəməsi 3x kvadrat çıx 3x eləyir. Bunda yazıram 3x kvadrat çıxsın 3x, kiçik bərabərdir 0. 3'ü çıxartdım örtəcə xaricinə. 3x'in törəməsi 3 eləyir. Biraz sürətli izah edirəm vaxt baxımından. 3 eləyir. Qaydanı bilməlisiniz. Azalma aralığı biz demişik, törəmə kiçik bərabər 0 götürülür.
3x kvadrat çıxılsın 3 kiçik bərabər 0. 3'ü çıxartdım. X kvadrat çıxılsın 1 kiçik bərabər 0. Onsuz da bu 0'ı 3'ə böləndə bu getdi. Bunu da vurğulara ayırıram. X minus 1, x plus 1 kiçik bərabər 0. İntervallar üsulundan istifadə edirəm. Nöqtə daxildir. Qaraldırsam bu şəkildə müsbət, mənfi, müsbət kiçikdirsə mənfi hissə götürülür. Cavab mənfi 1, nöqtəli vergül 1 parça. Yəni ikisi də daxildir. C bəndi. Burada qayda var. Bu sıfırdır, bu da A-dır. Bu da mənfi A-dır, bu da A-dır. Belə bir qayda var. İntegralın sərhədləri simmetrik olarsa mənfi A-dan A-ya. Yəni simmetrik odur ki, bir-birinin əksi. Cüt funksiya var, bir də tək funksiya var. Tək funksiyalarda bu təki yazıram. Jx. Tək funksiyalarda cavab Jx dx-də bu. Sıfıra bərabərdir. Cüt funksiyalarda isə sərhədlər simmetrik olanda cüt funksiya bunu verir. Fx dx bərabərdir. Qayda belədir. 2 vurulsun sıfırdan a-ya fx dx. Qaydanı bilməsəniz başa düşənməzsə. Gərək bu qaydanı biləsiniz. İbtidai funksiya integral dərsidir bu. İntegralda var. Baxın bunu parçalayacağım. Mənfi a-dan a-ya. Bu bir dənə funksiyadır. Burada bir dənə funksiyadır. 2 fx dx plus yenə mənfi a-dan a-ya toplama düsturudur da. 3 jx dx. Bax belə. Burada əmsallar qarşıya keçir. Yəni bu sabitdir. Bu da sabitdir. Qarşıya keçir bunlar. Bura olur 2 idi. Burada olur 3. Burada da toplama vardır. Bax bu funksiya integralı sərhədli mənfi a-dan a-ya jx. Görürsünüz? Tək funksiya idi. Dedim bunun cavabı 0'dır. Yəni bura 0 oldu. 0'ı da 3'ə vuranda nə oldu? 0. Bura getdi. Deməli bizim qaldı bax yerdə bu qaldı. 2 mənfi a-dan a-ya fx dx plus 3. 3 deyildi. Bu 0'a getdi. Bura getdi. Bu qaldı baxın. Fx dx. Bax belə. Burada da verib bunun sərhədləri dəyişdi. Cüt funksiya idi. Burada qaydanı göstərdim. Sərhədlər dəyişəcək. Belə olacaq. Mənfi a-dan a-ya dəyişir. Bu 2 qabaqda vuruqdur, əmsaldır. Bir dənə də burada özündə 2 var idi. Bu qaydanı görürsünüz. Bura yazmışam. 2 0'dan a-ya fx dx olur. Burada da verib 0'dan a-ya fx dx 8'ə bərabər. Bu bərabər 8. Gətirib bunu da belə yazaq da. 2'ni 2'yə vuraq 4. Bu ifadə özü 8 idi. Vurdum 8'ə elədi 32. Cavaba bəndi. Bunu L'Hopital'la da yazmaq olar. Vurğuları ayırmaqla mən L'Hopital'la yazıram. L'Hopital törəməsini tapmaq deməli. Sürət məxrəcini. Bunun törəməsini tapanda 100 x-in üstü 99, sabitin törəməsi 0, sabitin törəməsi 0, x-in törəməsi 1'dir. Onsuz da bu ifadəni 1'ə böləndə elə 1 edir. X 1'ə yaxınlaşır. Bərabərdir 100. Bu sabiti qarşıya yazıram. 100 vurulsun limit. X 1'ə yaxınlaşanda x-in üstü 99 bərabərdir 100'ə. 100'ü 100'ə böldüm. Limit x 1'ə yaxınlaşanda x-in üstü 99 1 oldu. Yenə də bunun törəməsini tapıram. Sürət məxrəcim. Bax törəməsini tapıram. X-də 50'nin törəməsi nə olur? 50 keçir qarşıya x-dir 49. Bunun törəməsi sabitdir 0. Bu da sabitdir. Bu da 1'dir. 1'ə bölməyə ehtiyacı yoxdur. Elə eyni olacaq. Bax belə. 50 əmsaldır. Keçir qabağa. Vurulsun da bu. Limit x 1'ə yaxınlaşanda x-dir 49. Fərqi yoxdur. Onsuz da bax burada x-in yerinə 1 qoymuram. 1 qoyanda 1 üstü 99 elə 1'ə bərabərdir. Burada da x-in yerinə 1 qoyanda 1 üstü 49 elə 1'ə bərabərdir. Yəni demək istəyirəm ki, x üstü 99 ilə x üstü 49 x-in bir qiymətində bərabərdir. Ona görə elə burada baxın, bu ifadə x üstü 99 1'ə bərabərsə, elə bax bu ifadə də 1'ə bərabərdir. 50'ni də vururam 1'ə, eləyir 50. Bu usul biraz uzundur vurğular ayırmaq. Deməli 50 oldu cavab. Mən qısa usulunu yazdım. L'Hopital'la yazdım da törəmi ilə. Bu da ikinci görkəmin limiti əsasən yazılacaq. Belə idi. Limit x sonsuzluğa yaxınlaşanda x bərabərdir y. İndi bunu bu şəkilə salacaq. Limit x sonsuzluğa yaxınlaşanda 1 üstürdə plusdur. Belə yazıram.
Bu mənfi x bölü 2'dir. Üstü 3x. Çünkü 1'i bu ifadeye böləndə çevrilir olur mənfi 2 bölü x. Şimdi burada bakın 1 bölü x'dir. Bura x'dirsə burada x'dir. Onda bura 1 böl mənfi x bölü 2 ise bura həmin mənfi x bölü 2 olmalıdır. Bu şəkildə olmalıdır. Ona göre mən onu yazıram. Mənfi x bölü 2 və bir dənə də buradan mənfiyə vuranda deməli bura olmalıdır mənfi 6. Bax bura. Çünki mənfi 6'nı mənfi x bölü 2'ye vuranda mənfini mənfiyə müsbət edir. 2 ilə də 6x gedir. Bu 3x'i verir. Baxın bu limit 1 üstə 1 bölü x üstü x y'ye bərabərdir. Baxın bu ifadə y'ye bərabər oldu. O da oldu y'nin üstü mənfi 6. Cavab B bəndi. Yəni qaydaları bilsəniz başa düşəcəksiniz. Bu da toplama düsturudur. Kosinus alfa çıx bettada olurdu kosinus alfa, kosinus beta. Üstə gəl sinus alfa, sinus beta. Kosinusda çıxmasında üstə gəlmir. Deməli burada 5x ilə 2x və həmin alfa ilə betadır. Bunda yazıram kosinus 5x çıxılsın 2x bərabərdir kosinus 3x. Qeyri-müəyyən inteqralda, yəni sərhədlər verilməndə qeyri-müəyyəndir. Sərhədlər verilsəydi müəyyəndir. Bayaq yazdığım sərhədlər verilmişdi, o müəyyəndir. Deməli belədir. Kosinus 3x dx, yəni ibtidai funksiyanı tapmalıyam. Kosinus 3x'in ibtidai funksiyası sinus 3x'tir və bucağın törəməsinə də bölünür. Yəni 3x'in törəməsinə bölünür. Onu yaddan çıxartmayın. Və plus qeyri-müəyyən inteqralda sonda plus c də yazırlar. Sabit. 3x'in törəməsi 3'dür. Bunu da belə yazırlar. 3'də 1 sinus 3x plus c. Cavab c bəndi. Törəməni tapaq. Toxunandan danışırsa törəməni tapaq. F törəmə x bərabərdir. Bunun törəməsi mənfi 6x kvadratdır. Çıx. 2. Kökdə x'in törəməsini bilməlisiniz. 1 bölü 2 kökdə x'dir. Bunda bunun da törəməsi 1 bölü 2 kök altda x minus 2'dir. X minus 2'nin törəməsinə vurmalıyam, amma 1 olduğu için vurmuram. Plus elin x'in də törəməsi 1 bölü x'dir. X'in törəməsinə vurmuram, yəni bucağın törəməsinə vurmuram, çünki 1 edir ona görə. Ama 1 olmasaydı vuracaqdım. Bu da 18. Deməli bunun da törəməsi 1 böl x minus 2 olacaq. Törəməni tapdıq. Bu sual topludan götürülüb. Toxunanın tənliyində bu sual var. Bəzi suallar burada toplanır. Bəziliyində hardasa bir 70%'e qədər topludan götürülür. Belə suallar biraz vaxt aparır. Yəni nisbətən çətin sayılır SSKS üçün. Mix səviyyəli suallardır. Bəziləri mix səviyyəlidir. Deməli törəməni tapdım. Qayda var. F törəmə x0 bərabərdir k-ya, k da bərabərdir tangens alfaya. Bizdən də soruşur ki, müsbət istiqamət əmələ gətirib bucağı tapın. Deməli alfanı tapacağam. Onda F törəmə x0'ın qiymətin, yəni 3'ü törəmədə gətirib qoyuram yerinə. Bunları sadələşdirmədim. 2'lər gedir buradan. Deməli mənfi 6x kvadrat oldu. Çıx 1 böl x minus 2 kökün altında oldu. Üstəgə 18 böl x minus 2. Bax bura yenə də törəmə yazaq. X yazaq, sonra qiymətini qoyarıq. X. İndi qoyaq. 3'ü qoyaq törəmədə. Bunun törəməsini tapanda 2 keçirdi bura 6x olur. Burada 2 olmur. Deməli bu şəkildə olur. Mənfi 6'nı 3'ə vuranda, yəni bura 3'ü qoyacam da, burada 3'ü qoyacam, burada 3'ü qoyacam. Mənfi 18 çıx. 3'dən 2 1, onsuz da kökdə 1'dən 1 çıxır, bu da 1 plus. Buradan da 1, 18'e böldüm 18, əks ədədlər islah olundu, mənfi 1. Tangens alfa demişdik ki, nəyə bərabərdir? K-ya, k da bərabərdir f tərəfə x0'a. Yəni f tərəfə x0 deyəndə yerinə 3 qoydum, x0 3'dür. Deməli cavab çıxdı k-dır. K da tangens alfaya bərabərdir. Həmin cavab mənfi 1 çıxdı. Deməli k mənfi 1'dir. Bucaq amsalıdır. Elə o da tangens alfaya bərabər deyildi. Onda tangens alfa mənfi 1'ə bərabər oldu. Bundakı qiyməti 135 dərəcədir. Toxunanın tənliyi y bərabərdir. Kx üstə gəlib 5 şəklində də k bucaq amsalıdır. Dediyim kimi f tərəfə x0'a bərabərdir. Burada qeyd eləmişəm.
Bunda bunun qrafiki K mənfi olanda qrafiklər ya belə gedir, ya belə. Apsis oxunun müsbət istiqaməti ilə, bax, bu istiqamətlə 135 dərəcə oldu. 135 dərəcə. Mənfi istiqamətlə isə 45 dərəcə oldu. Elə eyni burada da. Çünki bu düz xətlər paraleldir, uyğun bucaqlar. Bu 135-dir. Çünki bu da 135-dir. Bu da 45. Solda nə soruşur? Apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdi bucaq. Apsis oxunun müsbət istiqaməti. Bax, bu apsis oxunun müsbət istiqaməti belədir. 135. Burada da elə 135-dir. Burada verilməyib. 45 verib. Deməli, burada toplamı olmalıdır. Bunu topludan kopya edirlər. Mən indi buradan baxım, toxunanın tənliyidir. Mən misalları şagirdlərə işlətmişəm, əzbərcə bilirəm. Dəfələrlə işlətmişik. Toxunanın tənliyində 10-cu sual. Deməli, sual belədir. Y bərabərdir mənfi 3x-in kvadratı plus 2 kök altında x minus 1 plus 12 elin x minus 1. Deməli, nəyi dəyişib? Bu qalıb yerində. Baxın, buradan 2 qalıb yerində. X-in 1-in yerinə 2 yazıb. Baxın, bununla bunu dəyişib. Burada da x-in yerinə, 1-in yerinə 2 yazıb. Burada diqqətli olmalıydı. Burada yəni səhv eləyib. Plus əvəzinə minus düşüb. Topluda bu plusdur. Bunda bura plus olmalıdır. Plus. Burada da bunu hesablayanda bax, törəmədə plus olmalıdır. Plus olmalıdır. Plus. Bu da plus, yəni 1 olmalıdır. Söhbət 1-dən gedir. Bu da getdi. Tangisi alfa 1-ə bərabərdirsə, onda alfa 45 dərəcədir. Çünki cavablarda kör bucaq yoxdur. Ancaq iti bucaq verib. 45-i verib. Deməli, K müsbət olanda qrafiklər belə gedirdi. Bu da apsis oxudur. Alfa bura 45 dərəcədir. Burada 135. Elə burada həmin şeydir 45. Bu da 135. Deməli, apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Cavab olur 45. Amma mənfi istiqaməti ilə kör bucaq əmələ gətirir. Cavabda 45 veribsə, deməli, burada çıxma yox, toplamı olmalı idi. Kopya olunanda burada mexaniki səhv gedib. Cavab 45 dərəcə. Funksiyanın böhran nöqtəsi. Törəməni sıfıra bərabər eləməliyəm. Törəməni tapıram. Bunun törəməsini tapıram. Deməli, 3x kvadrat plus 6x minus a. Funksiyanın böhran nöqtələri yoxdur. Deməli, ax kvadrat plus bx plus c. Bax, bu kvadrat üçədlidir. Bu kvadrat üçədlinin kökü yoxdursa, yəni həlli yoxdursa, diskremant kiçik sıfır olurdu. Həmin elə bu kvadrat üçədlidir. Yəni, törəmənin nəticəsi oldu kvadrat üçədli. Böhran nöqtələri yoxdur demək, yəni tənliyin kökü yoxdur deməkdir. Onda bu ifadəni, bax, buradan yazıram 3x kvadrat plus 6x çıx a. Bax, bu tənliyidir, kvadrat üçədlidir. Sıfıra bərabər eləmirlər. Sıfıra bərabər olanda tənli olur. Söhbət kvadrat üçədlidən gedir. Bunun həlli yoxdursa, deməli, diskremantın kiçikdir sıfıralı götürüləcək. Bunda diskremant, bayaq burada yazmışdım. B-nin qiyməti, yəni B kvadrat çıx 4AC-də, onu yazacağım. 36 çıxılsın 4 vur 3, 12, mənfiyə də vuranda toplamda 12A. 36 çıxılsın, üstə gəl 12A, kiçikdir 0, 12A, kiçikdir mənfi 36. Buradan da A kiçikdir mənfi 3. Cavab belə də qalır. 31. 2x minus 1, 32-dən ikisi 5-dir. Əsaslar eyni olanda atılır. Qüvvətləri bərabərləşdirəndə x minus 1-i 5-ə, buradan da x-i tapdım 6. Cavab 6. Xəttə ölçülər deyəndə elə tillər nəzərdə tutulur. Düzdalı paralelepipedin diaqonalının uzunluğu. Diaqonalın düsturu budur. D kvadrat bərabərdir A kvadrat üstə B kvadrat üstə C kvadrat. Bu A-dır, bu B-dir, bu da C-dir. Onda D kvadrat bərabərdir, düsturu bilmək lazımdır. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 5-in kvadratı 25, toplayanda da 50. Bundan da kök alanda kök altda 50. Bu nə deməkdir? 2 vurulsun 25. 25-dən də 5 çıxır. Buradan yazaq. 5 kökdə 2. Cavab B bəndi. Burada nə soruşur? A parametrin hansı qiymətində funksiya cütdür. Funksiya cüt olanda tək dərəcənin qarşısında duran parametri sıfıra bərabər eləyirəm. Bunda 5A plus 4 sıfıra bərabər eləyəndə 5A bərabərdir mənfi 4, A da bərabərdir mənfi 4 böl 5. Cavab B bəndi. Bu oxşarlıqdır. Baxın, bu bucaq bu bucağa bərabərdir. D, B, Y.
Kiçik üçbucaq oxşardır A, B, C-yə. Bu kiçik üçbucağın təpə bucağıdır, həm də böyük bucağın təpə bucağıdır. Bunlar ortaq təpəli üçbucaq oldu. Yəni kiçiyin, böyüyün eynidir bucağı. Bunda kiçiyin bu bucağı, baxın, böyüyün də bu bucağı eynidir. Kiçiyin bu bucağı ilə də böyüyün bu bucağı eynidir. Onda kiçiyin bu bucağına başqa bir bucaq qoysam, bunu 2 dənə qoyaq. Fərqlənsin bucaqlar. Bu bucağı qoysam, onda burada həmin bucaq olacaq. Oxşarlıqda eyni bucaqların, yəni uyğun bucaqların qarşı tərəflərini nisbət şəklində yazılır. Uyğun bucaqlar, yəni bərabər bucaqlar. BD 5x-dir, DY 7x-dir. BD 5x-dir, DY 7x-dir. BC də 10-dur. Bura bitov 10-dur. AC-ni soruşur. Burada bir A qoyaq. Baxın, həm kiçiyin, həm də böyüyün. Kiçiyin bu bucağının qarşısı 7x-dir. Böyüyün bu bucağının qarşısı A-dır. Yəni, eyni bucaqların qarşı tərəfləri nisbət şəklində. Uyğun bucaqlar deyirlər də, eyni bucaqlar. Yəni, bərabər bucaqlar. Sonra bu bucağın qarşı tərəfi 5x-dir. 5x. Eyni ilə bu bucaqdan burada da var elə. Onda böyüyün də qarşı tərəfi 10-dur. Sağ soldan x-lər atılır. 10-da 5-i də x-lər aparanda 2-də 1 olur. Yəni, nəticə qaldı 7 bölü A, 2-də 1. Bunu da çarpaz vuranda A bərabərdir 14. Cavab oldu 14. Oxşarlığı bilən başa düşəcək bunu. İki perpendikular müstəvi deyəndə, baxın, bu şəkildə çəkim. İki perpendikular müstəvi. Yəni, normalda belə çəkirlər perpendikular müstəviləri. Bax, belə. Yəni, tutaq ki, bu alfa, bu betadır. 90 kəsirlər də perpendikular. Amma mən burada bu müstəviləri çəkmirəm. Belə müstəvinin əvəzinə bax, bunu çəkirəm, bir də bunu çəkirəm. Deyir ki, 2 perpendikular müstəvinin birindən 2 kökdə 5, digərindən 4 sm məsafədə yerləşən nöqtə. Yəni, burada nöqtədir. Bundan buna 2 kökdə 5-dir. Bundan da buna 4-dür. Nöqtə buradadır. Burada 4 olanda burada 4-dür. Burada 2 kökdə 5, burada da 2 kökdə 5-dir. Bu biraz kvadrata oxşadır. Əslində bu düz bucaqlı olur. Baxın, burada götürürəm də, bax. Nöqtəni götürdüm burada. Tutaq ki, hər hansı bir nöqtədir. Buradan bura qədər, yəni bu müstəviyə qədər bunu əvəz edirəm. Bunu çəkdim. Bu 2 kökdə 5-dir. Bunu da biraz da çəkək. Buradan da bura qədər. Məsafə deyəndə perpendikular kəsilir. 4-dür. Bu 4-dürsə bu 4. Bu kökdə 5-dirsə bu da 2 kökdə 5-də. Görürsünüz, düz bucaqlıdır. Deyir ki, həmin nöqtədən bu müstəvilərin kəsmə xəttinə qədər. Həmin nöqtə buradır. Müstəvilərin kəsmə xətti də buradır. Bura qədər məsafə. Yəni demək istəyir ki, düz bucaqlının diaqonalını tapın. Bu da oldu nə? Katet hipotenuz. Diaqonal hipotenuz oldu. Burada D qoyaq. Pifagor teoremi. D'nin kvadratı, yəni hipotenuzun kvadratı və katetlərin kvadratları cəmi. 4-ün kvadratı 16, 2 kök 5-in kvadratı 20, toplayanda da 36. D də bərabərdir 6. Cavab oldu 6. Görək, bax, nə qədər. Burada funksiyadan danışır. Kosinus x isə, burada da x isə, deməli bu səhv gedib. Bu x olmalıdır. N ardıcıllıqda olur. Burada da n olmalıydı. Bu 9-da olur, ardıcıllığın limiti. Bu isə funksiyanın limitidir, x olmalıdır. Deməli, L'Hopital sürət məxrəcinin törəməsini tapıram. Kosinus x-in törəməsi mənfi sinus x-dir. Sabitin törəməsi 0-a getdi. 2x kvadratın törəməsi də 4x-dir. Limit x 0-a yaxınlaşanda. Burada yenə də x-in yerinə gətirib 0-a qoyanda məxrəc 0-a düşür, bu qeyri-mənlilik yaranır. Bu qeyri-mənliyi aradan qaldırmaq üçün mən sabitə gəlincə törəməni tapmalıyam. Burada bu qeyri-mənliyi aradan qaldırmaq üçün yenə təzədən törəmə tapıram. Yəni buna deyirlər ikinci tərtib törəmə. 2 dəfə törəmə tapdım ardıcıl. Bu 4x-in törəməsi 4 olur. Yəni L'Hopitaldır da, törəmə L'Hopitaldır. İkinci tərtib törəmə deyirlər bunu. 4. Sinus x-in törəməsi kosinusdur, o da mənfi oldu. Mənfi kosinus x. Məxrəc sabitə düşdü. Qeyri-mənlilikdən azad oldu. Ondan sonra x-in qiymətini gətirib qoyuram burada yerinə. 4 qalır. Mənfi kosinus. X-in yerinə 0 qoyuram. Kosinus 0-ı harada alır? 1-də. Qabağında da mənfi var. Mənfi 1, 4. Bu da onluq kəsirindən neçə eləyir? Mənfi 0-dan %25. Törəmədən istifadə edin. Radiusu 10-a bərabər olan çevrənin. Yəni çevrə çəkirəm. Bu çevrənin mərkəzidir. Deyir, mərkəzdən AB vətərinə qədər məsafə 6-dır. Vətəri buradan da keçirdə bilərəm, buradan da. İndi mən buradan keçirdirəm. Həmin AB vətəridir. Mərkəzdən vətərə qədər məsafə 6-dır. Yadda saxlayın, mərkəzdən gələn xətt simmetrik xəttdir.
Simmetrik xətt həmişə vətəri yarıya bölür, 90 kəsir. Deməli, bax, bu hissə, bu hissə. Bunu uzatsam elə qövsü də yarıya böləcək. İndi bizə burada vətər lazımdır, qövsü yox. Radius da 10'dur. Radius çevrənin mərkəzindən çevrə nöqtəsinə qədər məsafədir. 10. Aydın şəkildə görsənir ki, katet, katet hipotenus. Onda Pifagor üçlü. Bu 10'dursa, bu 6'sa, burada 8. Elə eyni ilə bunu da uzatsam, bu da həmin şeydir. 10, 6, 8. Görürsünüz, vətər yarıya bölündü. Vətərin uzunluğunu soruşur. 2 vur 8, 16. Cavab D. Loqaritmik tənlidir. Vuruqları tək-tək sıfıra bərabər edirəm. X kvadrat çıxılsın 16 bərabər sıfıra. X kvadrat bərabərdir 16. X bərabərdir 4. X bərabərdir -4. Yəni x1, x2. Sonra LG x çıx 1 bərabərdir sıfıra. Qayda var. Loqaritma A əsasından x bərabərdir B-yə. Tənliyin kökünü tapmaq üçün x bərabərdir A üstü B olur. İndi burada da həmin x-in yerində x minus 1'dir. LG-də loqaritma 10 əsasından deməkdir. Onda bu 10 üstü 0 olacaq. O da 1'dir. Buradan da elə də x çıxır 10 üstü 0, 1. Bu da oldu 2. Burada diqqətli olun. Qayda var. Loqaritma əsasının x-də x böyüdü sıfırlarda təyin olunur. Yəni bunun təyin oblasti mütləq nəzərə alınmalıdır. Burada da həmin təyin oblastının yerində, yəni x minus 1 böyüdü 0, x böyüdü 1. Yəni tənlinin kökü 1-dən böyük olmalıdır. Təyin oblasti ödəməli. Bu -4'dür, kənar kökü atılır. 1-dən böyük kök bundan budur. Köklərin cəmini soruşur. 4-dən 2'ni toplayanda elir 6. Mütləq burada təyin oblastını nəzərə alın. Bundan çaşdırırlar. Bu da mix səviyyəli sualdır. Biraz vaxt aparan sualdır. Bunu parçalayıram. 3x plus 1. Bu da 3x plus 1. Plus 3x plus 1. Burada da 3 yazıram. Çünki bunları orta məxrəci gətirib bunu kəsrə yığanda bunu verir. Üstündə də bu 3x minus 1'dir. Bu da limitidir. X sonsuzluğa yaxınlaşır. Bunu buna böləndə 1 olur da. Olur limit x sonsuzluğa yaxınlaşanda 1 plus 3. Bu da 3x plus 1. 3x minus 1. Bura minus 1 idi. Bu şəkildədir. Bunu da belə parçalayıram. Limit x 1'ə yaxınlaşanda 1 plus 3 böl 3x plus 1 vurulsun limit. Bura neçə idi? Deməli, bura 3x yazıram. Burada limit x sonsuzluğa yaxınlaşanda belə yazıram. 1 plus 3 bölü 3x plus 1 üstü -1. Çünki bu limitin, bax bu hissəsin, bu hissəyə vuranda üstlər toplananda bunu verir. Çıx 1'i verir. Qaydaları bilmək lazımdır, düsturları bilmək lazımdır. Bilməsəniz bunu başa düşmək çətin olar sizin. İkinci görkəmin limiti var. Bayaq da onu yazdım. X sonsuzluğa yaxınlaşanda 1 üstə gəl 1 bölü x üstü x y-yə bərabərdir. İndi bundan istifadə edəcək. Bax bu, bir də bu. Bu x sonsuzluğa yaxınlaşıb. Yəni müsbət sonsuzluq. 3'ü vurdum müsbət sonsuzluğa. Yəni ən böyük ədədə. Deməli 3'ü bu müsbət sonsuzluğa vuranda ən böyük ədəd olur. Üstünə də 1 gələndə məxrəc müsbət sonsuzluq olur. Yəni ən böyük ədəd olur. Yəni məxrəc sonsuz böyüyür. Yəni sonsuz böyümək o deməkdir ki, ən böyük müsbət ədədə gedib çıxır, biz onu bilmirik. 3'ü də ən böyük müsbət ədədə böləndə bu 0'a yaxınlaşır. Ona görə bu mənasızdır, bunu saymırıq. Yəni 0'a yaxınlaşır, biz bilmirik bunun sonlara gedir. Yəni biz bunu elə bil ki 0 kimi qəbul edirik, atdıq. Qaldı sabit. Yəni limit x 1'ə yaxınlaşanda 1'in üstü -1'dir. Zaten 1'in üstü -1 ilə 1 eləyir. Bunu yazmaya dəyməz. Sabitin limiti də sabitə bərabərdir. Deməli, bura nə oldu? 1 oldu. Vuruq şəklində bu ifadəyə vuranda, 1'i buna vuranda nə olur? Elə bu ifadə özü qalır. Deməli, bu ifadəni yazacağım. X 1'ə yaxınlaşanda, burada 1'ə yaxınlaşırdı. Sonsuzluq deyil, mən 1'ə yaxınlaşmalıyım yazmışam. Bunu silək buradan. Bunu da silək buradan. Deməli, belədir. Sonsuzluğa yaxınlaşır. Bu da sonsuzluq, bu da sonsuzluq. Deməli, x sonsuzluğa yaxınlaşdığı üçün bunu izah elədim. Məxrəc 0'a getdi, 3'ü böldüm 0'a, qaldı sabit. Bu 1, bu düzdür. Keçək bura. Limit x sonsuzluğa yaxınlaşanda 1 üstə gəl, 3. Onu da 1 bölünsün, 3x plus 1 bölünsün 3.
Bu şəkildə yazıram. Bura mötərizə böyüdür, bu da böyüdür 3x. Baxın, bu düstura görə yazdım. Bu 1 üstəgə 1 böl x üstü 1 böl x olduğu üçün bura x-dir. Bunda bu da 1 böl şəklində yazmalıyam. Həqiqətən də 1-i bu ifadəyə böləndə bunu verir. İndi bunu da belə yazıram. Limit x sonsuzluğa yaxınlaşanda 1 üstəgəl 1 böl 3x plus 1. Bu biraz mürəkkəbdir. Buranı da belə yazmalıyam. 3x plus 1 böl 3. Bunun üstü 3x-dir axı. Mən bunu vurmalıyam. 3x plus 1 9x-ə. Bax bu şəkildə. Bax belə. Bax bu üstü. Hər yenə də bu limitin qabağında bura olmalıdır. Bax belə. Çünki bu ifadəni bu ifadəyə vuranda 3x plus 1-lər x-ar gedir. 9-da 3-ə bölünür 3 dəfə. Bu 3x-i verir. Baxın, bu ikinci görkəmli limitin qaydasına əsasən, bax bu düstura əsasən y-yə bərabər oldu. Y-nin üstündə bu funksiya qaldı. Onu da yazırlar limit x sonsuzluğa yaxınlaşanda 9x, bu da 3x plus 1. Bu mürəkkəb limitdir. Qaydanı bilsəniz, başa düşərsiniz. Yəni, nisbətən çətinlik səviyyəli sualdır. Buradan da qayda var. X sonsuzluğa yaxınlaşanda 3-i bu sonsuzluğa vuranda, üstünə 1 gələndə məxrəc sonsuz dərəcədə böyüyür. Ona görə məxrəc sıfıra yaxınlaşdığı üçün bu ifadənin sürət məxrəcin x-ə bölürlər. 3x bölünsün x, üstəgə 1 bölü x. 1 bölü x, yenə x sonsuzluğa yaxınlaşdı, bu sıfıra getdi. Buradan bu getdi, 3 qaldı. Buradan da bu getdi, 9. 9-da 3-ə böldüm 3. Deməli, sürət demək, qüvvətdəki funksiyanın limitini tapdım 3. Bu da oldu y-nin kubu. Cavab y-nin kubu olur. Y bəndi. Bərabər tərəfli silindir deyəndə bunu yadda saxlayın. Hündürlük radiusun 2 mislinə bərabərdir. Yəni, bərabər tərəfli silindirdə, tutaq ki, baxın, bu kvadratdır. Prosta bu biraz düzbucaqlıya oxşadı. Adi silindirdə, yəni ixtiyari silindirdə, həmin o fiqur düzbucaqlı olur. Bu mərkəzdir R, mərkəzdir radiusdur, radius. Bura hündürlüydür H. Elə bu doğrandır, hündürlüyə bərabərdir. Burada H-dır, burada H-dır. Bərabər tərəfli silindirdə yadda saxlayın. Ox kəsiyi, yəni A, B, C, D adlandırıram ki, başa düşəsiniz. Həmin bu müstəvi kəsik, mərkəzdən ox keçəndə bu formada, ona deyirlər ox kəsiyi. Yəni, bu ox bunu yarıya böldüyü üçün kvadrat müstəvisini, ox kəsiyi deyirlər. Bunu çəkməyə ehtiyac yoxdur da bu oxu. Deməli, A, B, C, D silindirin müstəvi kəsiyidir. Yəni, ox kəsiyi deyirlər. Kvadratdır. Kvadratın da bilsən, bütün tərəfləri bərabərdir. Onda bu H-dırsa, bura 2-dirsə, ona görə deyirlər ki, bərabər tərəfli silindirdə hündürlük radiusun 2 mislidir. Yəni, H 2 ilə bərabərdir. Bunu mütləq bilməlisiniz. İndi silindirin hündürlüyünü 6 verib. Yəni, H 6-dırsa, 2R, bunda radiusu da tapdım, nədir? 6-ı 2-yə böldüm 3. Radius 3-dür. Yəni, bura 3-dür, bura 3-dür, bura 3-dür, bura 3-dür. Hündürlüyü də burada 6 ilə, burada 6, burada 6. Hündürlüyü burada, fərqi yoxdur. Doğrudan hündürlüyü eynidir. Silindirin həcmi V bərabərdir, S oturacaq vur H. S oturacaq dairədir, dairənin də sahəsi pi r kvadrat vur H. Pi qaldı, R radius idi, 3-dür, 3-ün kvadratı 9, H da 6 idi. Vurdum, neçə elədi? 54 pi. Cavab 54 pi. Kosinüs 70. Bu kosinüs 2 vurulsun 35'dir. Düstur var. Kosinüs 2 alfa. 2 qat bucağı düstürü. Olur kosinüs kvadrat alfa çıx. Sinüs kvadrat alfa. Bax belə bərabərdir. İndi bunu da yazıram. Kosinüs 2 vur 35. O da olacaq kosinüs kvadrat 35. Çıx sinüs kvadrat 35. Düstürləri bilmək lazımdır burada. O da nəyə bərabərdir? Elə buradan yazaq da. Kosinüs kvadrat 35 çıx sinüs kvadrat 35 bərabərdir aya. Bir də belə bir düstur var. Sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa bərabərdir 1. Buradan bu kosinüs kvadratın əvəz eləyəndə yazırdıq kosinüs kvadrat alfa bərabərdir 1 çıx sinüs kvadrat alfa. Yəni bu düsturları bilməlisiniz. İndi kosinüs kvadratın əvəzinə yazacağım bax bunu. 1 çıx sinüs kvadrat 35 çıx. Burada da sinüs kvadrat 35 bərabərdir aya. Buradan da bu
1 çıx 2 sinüs kvadrat 35 olur. Topladım mənfiləri. Bərabərdir aya. Bunu da atıram o tərəfə. Bu anı keçirdirəm. 1 çıxa bərabərdir 2 sinüs kvadrat 35. Buradan da yazıram sinüs kvadrat 35 dərəcədə bu. 1 minus a-nı bölürəm 2-yə. Bizdən də baxın bunu soruşurdu. Aynen ifadə ilə. Aynen ifadə elədim. Cavab oldu C bəndi. Neçənci sual idi? 41. 42. Konsentrik çevrələrdə belə bir qayda var. Çevrənin xarici oblastından çevrəyə 2 dənə kəsən çəkilərsə, kəsənlər arasındakı bucağı tapmaq üçün böyük qövsdən, tutaq bu x-dir, bu da y-dir. Böyük qövsdən, yəni böyük qövs budur. Kiçik qövsü çıxıb 2-yə bölürdüm. İndi baxaq. AB qövsü, yəni böyük çevrənin bu qövsünü 90 dərəcə verib. KL qövsünün 50 dərəcə verib, kiçiyin. Yəni kiçik çevrənin qövsüdür. M-ni də 114 verib. Burada 114-dür. Deməli, birinci bu kiçik çevrədən istifadə edirəm. Deməli, kiçik çevrənin kəsənləri, bax, biri budur. Y-dən N-ə, biri də Y-dən M-ə. Burada kəsənlər arasındakı bucağı bir alfa qəbul edirəm. Böyük qövsdən kiçik qövsü çıxıram. 114-dən çıxıram 50-ni. Bölürəm ki 64, bölürəm ki 32. Deməli, buranı tapdım. Yəni, kəsənlər arasındakı bucağı tapdım 32. İndi keçirəm böyük çevrəyə. Yəni, böyük çevrənin kəsəni Y-dən B-yədir, Y-dən A-yadır. Onda həmin 32 bərabərdir. Yəni, kəsənlər arasındakı bucaq bərabərdir. Böyük çevrənin, baxın, böyük qövsü 90-dır. 90 çıx. Kiçik qövsü bizdən CD-ni soruşur. Burada bir x qoyaq. Fərqi yoxdur. CD də ola bilər. Prosta mən sadəli xəttinə x qoydum. Bölü 2. Bunu çarpaz vururam. 64 bərabərdir. 90 çıx x. Buradan da x-i tapıram 26 dərəcə. Deməli, cavab oldu neçə? 26 dərəcə. Bunu iki cür yazmaq olar. Birinci usul budur. Kotangis x-i yazıram. Kosinüs x bölünsün sinüs x bərabərdir mənfi 3-ə. Bunu da çarpaz vuranda kosinüs x-i əvəz edirəm. Mənfi 3 sinüs x-lə. Mənfi 3. Gətirib harada kosinüs gördüm. Onun yerinə sinüs x yazacağım. Mənfi 3 sinüs x-i. 4 sinüs x-ə dəymirəm. 4 sinüs x. Çıx kosinüs x görürsən. Nəyə bərabərdir? Mənfi sinüs x-ə. Bir dənə də mənfi burada var, toplanır. Olur 3 sinüs x. Məxrəcdə də kosinüs x-in yerinə mənfi 3 sinüs x-i yazıram. Bir dənə də plus 2 sinüs x var. Topladan istifadə olunur, var bu sual orada. Bunlar toplayanda 7 sinüs x. Burada toplayanda mənfi sinüs x. Sinüs x-lər getdi, yəni 7 böl mənfi 1. Bu da elir mənfi 7. O bir usulda sürət və məxrəcin hədlərin sinüsə bölüb həll eləməklə tapırsan. Bu biraz vaxt aparandır. Çünki kotangisin qiyməti verəndə sinüsə bölürlər. Tangis verilsəydi kosinüsə bölərdim. Deməli, cavab neçə oldu? Mənfi 7 A bəndi. Deməli, buradan mail çəkilib. Bu EMA maildir. Neçə verib? EMA-nı 8 verib. Burası 8-ə bərabərdir. 8. Keçək qırmızı ilə yazaq. Burası 8-dir. Səkkizdir. OB də 3-dür. OB buradır 3. M nöqtəsindən alfa müstəvisinə EMA ünbə mailləri çəkilib. EMO perpendikulyar yazıb. Perpendikulyar sözü baxın buradan 90. Bunu da kəsir 90. Çünki müstəviyə 90 düşür. Perpendikulyar sözü o deməkdir. 90 dərəcə kəsir. EMO baba bu bucağı da verib 30 dərəcə. Aydın şəkildə görsənir ki, bu MOA düz bucaqlı üç bucaqdır. Onda burada 60 dərəcə olacaq. 30 dərəcəli bucaq qaçdır? Kat hipotenuzun yarısıdır. Onda 8-in yarısı 4 olur. 60 dərəcə bucaq qaçdır? Kat digər katetin kök 3 misli. 4 kök 3. Görə bizdən nə soruşur? MB mailin uzunluğu. Buranın uzunluğunu soruşur. Aydın şəkildə görsənir. Baxın, katet 4-dür, bu katet 3-dür. O da Pifagora görə hipotenuz 5-dir. Həmin hipotenuz elə maildir. Cavab oldu 5. Kvadratik funksiyadır. Qollar, yəni qrafikin qolları, yəni hiperbola, üzr istəyirəm, parabolanın qolları yuxarı olduğu üçün A böyüdür 0. Qrafik, baxın, budur. Qrafik ordinat oxunu harada kəsir? O C-nin qiymətidir. Ordinatı mənfidə, mənfi yarımlıqda kəsir. C kiçikdir 0. Sonra parabolanın təpə nöqtəsi. Buradan, bura bu təpə nöqtədir. Bu onun x0-dır, bu da onun y0-dır. Bura y0-dır. Deməli, təpə nöqtə mənfi yarımlıqdadır. x0 kiçikdir 0. Parabolanın təpə nöqtəsinin düsturu var idi. X0 bərabərdir mənfi B böl 2A. Buradan da bu mənfini yuxarı yazanda, kəsrin
sürətinə yazanda, bunu da çarpaz vuranda mənfi 1 bərabərdir 2a x0-a. Mənfi də bu tərəfə yazanda olurdu mənfi 2a x0. Bax bu şəkildə. B-ni buradan araşdıracaq. A-nın işarəsi nə idi? Müsbət idi, qollar yuxarıda şəkildən bilinir. X0-da parabolanın təpə nöqtəsi idi, X0-da mənfi idi. Onda mənfi vur müsbət, bural vurmadır da. Vurmadır. Mənfi vur müsbət vur mənfi olur B böyüdür 0. Yəni B-ni belə araşdırırsınız. Mən şifa edə bilirəm, B qrafikə baxanda bilirəm. Prosto indi bəziləri bunu başa düşənməz. Ona görə qaydasını dedim. Bu şəkildə yəni yaza bilərsiniz. A böyüdür 0, B böyüdür 0, C kiçik 0. Cavab elə budur. Qrafik ordinat oxunu kəsəndə dediyi üçün absisə 0 veririk. Bunda y bərabərdir. Absis bu deyil. 0-ın kvadratı ilə 0 ilə getdi. 0 üstü 2. Yəni 3-ün kvadratı qaldı da. 9 çıx 9, 0. Deməli, bunun absisi də 0, ordinatı da 0 oldu. Cavab Y bəndi. Burada uyğun bucaqlarda, qarşılıqlı bucaqlardan istifadə edək. Bax, bu bucaq alfadır. Bununla bax, bu düz xət, bu da düz xətdir. Bunlar kəsişib, baxın, qarşılıqlı bucaqlara görə bu da alfadır. Burada kvadratın bucağıdır 90. Görürsən, 6 kongruent kvadrat deyir. Onda bu 90. Bu alfadırsa, bu iki bucaqda 90 minus alfa olur. Bununla da bu üzbəyiz bucaq, qarşı-qarşıya bucaq. Bu da 90 minus alfa olur. Bu kvadratın bu bucağı 90'dır axı. Onda bu hissəsi 90 minus alfadırsa, burada alfa olmalı ki, bunlar toplayanda mənfi alfa ilə müsbət alfa geçsin ki, burada bütöv 90 versin kvadratın bucağı. Deməli, bura 90 minus alfadırsa, burada oldu alfa. Burada kvadratı 90. Baxın, düz bucaqlı üç bucaq. Buradan bura katetdir. Buradan bura katetdir. Buradan da bura hipotenuzdur. Deməli, bu bucaq alfadırsa, yəni kənara da çəkib göstərə bilərəm. Baxın, bu bucaq alfadır, bu da 90'dır. Onda bura 90 minus alfa. Çünki iki bucaqların cəmi 90 olmalıdır. Burada 90 minus alfadır. Kongruent deyəndə, bütün tərəfləri 1-1 götürün, gedin, yazın. Yəni 1-1 də. A da götürə bilərəm, ehtiyac yoxdur. 1, 1, 1. Onda bu katet 1'dir, bu katet 2'dir. Tangens alfa bərabərdir. Alfa budur. Tangens alfa bərabərdir. Qarşı katetin bitişik katete nisbəti. 2 böl 1 nə olur? 2. Deməli cavabımız oldu 2. Bu da vuruqlar ayrımıdır. Bu kompleks ədədlərdə, yəni xəyali ədədlərdə vuruqlar ayrılır. Bax, budur bunun açılışı. Çünki 2x 2x vuranda olur 4x kvadrat. Mənfi 5y, müsbət 5y vuranda mənfi 25y-in kvadratı, i-nin kvadratı. i kvadrat da təsdiqlənib. Mənfi 1'dir də. Biz xəyali vahid deyirik. Onda bura mənfi 1'dirsə, da bunu siləndə, mənfi 1'ə vuranda gəlib buranı müsbətə çevirir də. Olur bu şəkildə. Bax, bunu verdi. Ona görə bax, bunu xəyali ədədlərdə, yəni kompleks ədədlərdə bu şəkildə vuruqlara ayrılır. Cavab C bəndi. Belə. Loqaritma 4 əsasından x bərabərdir. 125 yazıram, 5'in üstü mənfi 3. Əsaslar eynidir. Atılır. Qüvvətlər bərabərləşir. Yəni eynilik yaranır da. 4 üstü x bərabər 4 əsasında x bərabərdir mənfi 3'ə. Bunu da bayaqları qeyd eləmişdim. Tənliyin kökünü tapanda x bərabər 4'ün üstü mənfi 3 yazırlar. Yəni loqaritma A əsasından x bərabərdir b-yə, x bərabərdir a üstü b. Bayaq qeyd elədim. Buradan da x bərabərdir. Buradan yazar elə. 4 üstü mənfi 3 nə deməkdir? 1 böl 64 deməkdir. Cavab D bəndi. Bu da sonuncu sualdır. Düzgün üstbucaqlı piramidanın yan səthi S-yan 72'dir. S-yan 72'dir. Oturacağının tərəfinin uzunluğu 8'dir. Apofilini tapın. Bu da topludadır. Bunu bu il 11. siniflərin buraxılış imtahanına da atmışlar. Topludan kopya olunur. Düzgün üstbucaqlı piramidanın yan səthinin düsturunu mütləq bilməlisiniz. Yəni bu misalı məsələni yazmaq üçün. S-yan bərabərdir 2'də 1 perimetr oturacaq vur apofem. Apofem deyirəm, hündürlük yazır. Apofem L ilə götürülür. Baxın, üçbucaqlı piramida çəkirəm. Bu üçbucaqlı, düzgün üçbucaqlı piramida deyəndə bunun oturacağı, baxın, bu oturacağı görürsünüz, düzgün üçbucaqdır. Düzgün üçbucaq nə deməkdir? Bərabər tərəfli üçbucaqdır da. Deyir, oturacağının tərəfinin uzunluğu 8. Bunda 8, 8, 8. Perimetr oturacaq odur ki, oturacaq.
Onun perimetri. 3 dənə 8 neçə olur? 24. S-yanı da verib 72. Yazıram 72 bərabərdir 2-də 1. Vurmadı da bu. Vur 24. Vur apofem. Apofem yan üzün hündürlüyüdür. Yəni bu piramida bərabər yanlıdır. Çünki bu yan tillər bərabərdir. Düzgün piramidadır. Apofem yan üzün hündürlüyüdür. Yəni bu gələcəkdə məsələn məsələ həll edəndə üçbucaq bərabər yanlı üçbucağın nəyi olur? Həm medianı, həm tənbəlləri, həm hündürlüyü. Bizə bu lazım deyil, əlavə məlumat kimi dedim. Yəni apofem yan üzün hündürlüyüdür. Amma bir də var piramidanın öz hündürlüyü. O piramidanın təpəsindən oturacağın mərkəzinə gəlir. Yəni h. Yəni bu h-la bu eli qarışdırmayın. Bu apofem yan üzün hündürlüyüdür. 24 ilə 2 getdi. Yəni şəkili göstəriş üçün yazdım. Bunu şəkilsiz də yazmaq olur. 72 bərabərdir. 24-ü böldüm neçə elədi? 12. 12 vur apofem. 72-ni də 12-yə böldüm. Apofem neçə çıxdı? 6. Apofemi soruşurdu bizdən. Cavab oldu 6. Hələlik bura